Salam, hər vaxt xeyir, dəyərli kanal izləyicilərimiz. Bugün sizlərə Masazır qəsəbəsi, Masazır məscidinə yaxın bir ərazidə olan belə bir həyət evi təqdim edəcəm. Gördüyünüz kimi həyət hissəsidir. Həyətdə paylım ağacı var belə. Ümumi torpaq sahəsi 2.2 sotda yerləşir. 3 otaq və 1 mətbəxdən ibarətdir. Yerdən 5 daş köçürür. Həyətdə su kranı var, quraşdırıb belə və böyrünə rahatlıqla keçmək olur. Böyrə var, rahatlıqla keçmək olur. Pəncərələr hamısı dəmir barmaqlıqdır. Pəncərələr hamısı öz həyətinə baxır. Yəni tam paket sənəddir, ipoteka yararlıdır. Qiymət də əla qiymətdir. Qiyməti nəzərdə çatdırım. Qiymət ilk olaraq 87.500 manat təklif olunur. Real alıcıya indirim olacaq. İndi sizə daxildən tanış edeyim. Yerləşmə yeri çox yaxşı bir yerdə yerləşir. Asfalt yoldan evə dediyim kimi cəmi 110 metr məsafə təşkil edir. Giriş hissədir. Girişdən sağda mətbəx yerləşir. Üzbəüz 2 yataq otağı, solda isə qonaq otağı. Qonaq otağını təqdim edirəm sizə. Evimiz əşyasız satılır. Amma kondisioner satış qiymətinə aiddir. Bu pərdələr qalır. Stol, televizor bunlar götürülür. Döşəmə taxtadır. Şam ağacından. Ev hal-hazırda boşdur. Rahatlıqla alıb köçüb girib yaşamaq olar. Sağda mətbəx yerləşir. Kombi burada qurulaşdırılıbdır. Pəncərələri hamısı öz həyətinə baxır. Bugünkü günü bildiyiniz kimi belə evlərin qiyməti yəni bahadır. Faktik olaraq qiymət həqiqətən ucuzdur. Yəni belə evlər 100 minə yaxındır qiymət. Təcili satıldığına görə bu qiymətə qoyulubdur. Burada isə yataq otağıdır. Yataq otaqları təxminən 20 kvadratdır. Burada isə ikinci yataq otağı. Yenə pəncərələri hamısı öz həyətinə baxır. Bir daha nəzərinizə çatdırım. Masazır qəsəbəsində, Masazır məscidinə çox yaxın bir ərazidə asfalt yoldan evə cəmisi 110 metr məsafə, marşrut xətti düz həmin o asfaltdan keçir. Dediyim kimi çox yaxın bir ərazidə yerləşir marşrut xəttinə. Qiymət də ilkin olaraq 87.500 manat təklif olunur təcili olduğu üçün. Tam paket sənəd ipoteka yararlı. Əlavə sualınız olarsa 050 205 44 55 nömrəsi ilə əlaqə saxlayıb suallarınızı ünvanlaya bilərsiniz. Məktəbə, bağçaya, bütün infrastruktura yaxın bir ərazidə yerləşir. Kanalımıza abunə olub bəyənməyi unutmayın. Öncədən təşəkkürlər.